Xəyalə özü çıxış elədi. Dedi ki, jurnalist olduğuma görə tək mən yox, digər jurnalistlər terrora məruz qalmışıq. Korrupsiyadan yazırıq, rüşvətxorluqdan yazırıq. Ona qarşı mübarizə aparmaq əvəzinə biz jurnalistlərlə mübarizə aparırlar. Və axırı dedi ki, yaşasın Meydan TV. Yəni Aysel dəfələrcə deyib, mən ümumiyyətlə Dövlət Gömrük Komitəsi tərəfindən hər dəfə dövlət sərhəd xidmətini keçən zaman bütüryan soyundurulmuşam hətta. Yəni o dərəcədə baxış keçirilib. Yəni bu necə qaçaqmalçılıq edilə bilərdi? Ən dəhşətlisi odur ki, Bakı şəhər Baş Polis İdarəsinin təmsil edən müstəntiq Ağayeva Xəyalənin yaşadığı evdə axtarış aparılmağına dair verdiyim sualı deyir ki, mən beləsi axtarış aparılmayıb. Adam cinayət işinin materiallarını bilmədiyi halda o qədər özlərinə inanırdılar ki, nə yazsalar, vəsadətdə, təqdimatda nə yazsalar, məhkəmə onsuz da təmin edəcək. Şəmşad bəy də yəni, o məsələlərlə bağlı çıxış etdi, bildirdi ki, ümumiyyətlə mən xarici ölkədə olmamışam. Xarici ölkədə bir dəfə mən iştirak eləmişəm. Eyni əsaslarla bağlı yenə heç bir sübut təqdim edilməmişdi. Ümumi A4 kağıza yazılan sözlər idi, güya şahidlərə təsir göstərəcək, mane olacaq və s. Tamamilə qanunsuz və əsaslı olaraq həbs müddəti uzadıldı.